Salam əziz dəyərli soydaşlar. Geçmişdə bildiyiniz kimi Xalq Parlamenti ilə əlaqəli bir çağırış vermişdim. Bəli, internetlərin kəsilməsi, savaşların olması yarım qoydu işimizi və bir qismi dostlardan, xaricdə olan fəallarımızdan bizimlə əlaqəyə keçdilər və qrup yaratdıq və orada hala da varıq və bunun davamı üçün İranda olan bu savaşlarda gördük. Güney Azərbaycanın milli hərəkətinə hər hansı bir təşkilat, hər hansı bir güclü bir birliyi yarada bilmədik. Olmadı. Olmamasının səbəbi də ki, yəni təşkilatlarımızın zəif olmasıdır və demokratik olmamasıdır. O yüzden Xalq Parlamentinə bir daha da ehtiyacımızın olmasını bu savaşlar, gedişatlar göstərdi və bu savaşlar aslında bizə bir dənə mesaj idi ki, hazırlanın ki, yəni gələcəkdə öz müqəddəratınızı, öz gələcəyinizi, sərnişinizi təyin eləmək üçün hazırlıq görün deyə. Və mən düşünürəm ki, yenə də biz o Xalq Parlamenti ilə əlaqəli biz başlamalıyıq fəaliyyətimizə və xaricdə olan fəallarımız tərəfindən namizədliklərini vermək və içəridən olan soydaşlarımızın da seçməyi ilə biz eləyə bilirik ki, parlamenti yaradaq və Azərbaycanımızın elə savaşdakı olan o çətin vəziyyəti, ya ki, hər hansı bir etiraz, ya hər hansı bir gələcəyi ilə əlaqəli bir qərar verməsi üçün millətin təyin elədiyi nümayəndələrin olması lazımdır. Yəni, hər hansı bir şəxs deyir, haqqı yoxdur Azərbaycanın gələcəyi ilə əlaqəli bir qərar verə. Ona millət qərar verməlidir və millətin də nümayəndəsi olmalıdır əlbəttə. Ən azından indiki vəziyyətdə ən sağlamı odur ki, millətin seçdiyi, təyin elədiyi insan millətin gələcəyi ilə əlaqəli qərar versin. Və orada da səs çoxunluğu ilə qərar alınır. O yüzden ən demokratik, sağlam bir hərəkətdir. Xalq gücünün qarşısında dünyanın belə süper gücləri acizdir. Bunu unutmamalıyıq. Bizə xalq gücü lazımdır, xalq dəstəyi lazımdır, birliyi lazımdır. O yüzden bu konuda əziz dəyərli soydaşlarım bizimlə əlaqəyə keçin ki, tezliklə Xalq Parlamentini yaradaq ki, belənsi bir məsələlər ilə keçmişdə olan kimi olaylarda ən sağlam qərarlar ala bilək. Ən sağlam bir hərəkəti, fəaliyyəti qabağa apara bilək. Sağ olun.